Son aylarda Xəzər dənizində və Bakı ətrafında hiss olunan yeraltı təkanlar insanların diqqətini yenidən bu mövzuya yönəldib. Xəzərdə baş verən kiçik yeraltı təkanların artması narahatlıq yaradır. Yəni bundan narahatdır əhali. Düşündürən əsas sual odur ki, güclü zəlzələ ola bilərmi? Seysmoloqlar bu barədə nə düşünür? Ümumiyyətlə tektonik hadisələrin hansı təsirləri ola bilər? Xəzərin suyunun daha da azalması buna təsir edə bilərmi? Sıradakı sujetdə mövzu araşdırılıb. Baxaq görək mütəxəssislər nə düşünür? Yəqin ki, bu aralar Xəzərdə zəlzələ oldu xəbəri ilə tez-tez rastlaşırsınız. Bu informasiya cəmiyyətdə müəyyən narahatlıqlar yaradır. Bəs zəlzələnin aktivləşməsinin səbəbləri nədir? Xəzərin bu aktivliyi o Ərəbistan plitəsinin o hərəkəti nəticəsində, sıxılma nəticəsində toplanan gərginliyin təzahürləridir. Onu deyim ki, indi bu bayram qabağıdır. Əhali təşvişə də düşməsin. Elə bir bölgə yoxdur güclü, hər dəfə mən bunu deyirəm, narahat olmayın ki, orada güclü dağıdıcı zəlzələ ehtimalı olsun. Xırda təkanlar istər-istəməz var, olacaq da, olmalıdır da, o da qorxulu bir şey deyil. Çünki il boyu biz əgər 6000, 7000, 5000 baxır da ilinə, zəlzələləri qeydə alırıqsa da Azərbaycan ərazisində, bunların içərisində hiss olunanı da olacaq, nisbətən güclüsü də olacaq, zəifləri də olacaq. Seysmoloqlar bildirirlər ki, kiçik zəlzələlərin tez-tez baş verməsi bəzən normal hal hesab olunur. Bu yer altında toplanan enerjinin hissəsi boşalması deməkdir. Qeydə alınan təkanlar bir daha göstərir ki, regionda tektonik proseslər davam edir. Zəlzələlərin dəqiq vaxtını və gücünü əvvəlcədən müəyyən etmək mümkün olmadığı üçün əsas yanaşma risklərin idarə olunmasıdır. Nəticə olaraq Xəzərdə seysmik proseslər təbii bir reallıqdır və bu vəziyyət həm elm adamlarının daim müşahidəsini, həm də cəmiyyətin hazırlıqlı olmasını tələb edir. Şalə Qəhrəman qızı, Rafiq İsmailov, Rahib Səfərov.